hər vaxtınız xeyir. Bilirsiniz, onlayn dünyada fəaliyyət göstərirsiniz, amma səyləriniz sanki bir boşluğa gedir. Hiss edirsiniz ki, səsiniz kütlənin səs-küyü içində itib batır. Əgər belədirsə, bunun çox sadə bir səbəb ola bilər. Strategiyanın olmaması. Bax, bugün biz məhz rəqəmsal marketinq strategiyasının əslində nə demək olduğunu və onun biznesiniz üçün niyə bu qədər həyatı olduğunu aydınlaşdıracağıq. Yaxşı, gəlin birbaşa strategiya qurmağın sirlərinə keçməzdən əvvəl bir anlıq tam tərsinə baxaq. Yəni, strategiya olmayanda nə baş verir? O onlayn marketinqdəki xaosu bir anlıq gözümüzün önünə getirək. Strategiya olmadan atılan hər bir addım əslində niyə əvvəlcədən uğursuzluğa məhkumdur? Bu səhnə yəqin ki, çoxlarınıza tanış gəlir, elə deyilmi? Hər gün kontent paylaşırsınız, bəlkə reklamlar da verirsiniz, amma nəticə yoxdur. Sanki qışqırırsınız, amma heç kim sizi eşitmir. Real bir təsir, konkret bir irəliləyiş hiss etmirsiniz. Əgər bu suala cavabınız bəlidirsə, bilin ki, tək deyilsiniz və bunun çox aydın bir izahı var. Baxın, fərq əslində iki fərqli yanaşmadadır. Bir tərəfdə sadəcə nəsə etmək xatirinə edilən məqsədsiz paylaşımlar var. Bu, birbaşa boşa getmiş vaxt, havaya sovrulmuş pul və qeyri-müəyyən, ölçülə bilməyən nəticələr deməkdir. Digər tərəfdə isə hər bir addımın dəqiq hədəfə hesablandığı strateji fəaliyyət dayanır. Məhz burada resurslardan səmərəli istifadə olunur, böyüməli rəqəmlərlə görmək olur və ən vacibi, doğru insanlarla, yəni sizin hədəf kütlənizlə əsl bir bağ qurulur. Fərq sözün əsl mənasında gecə ilə gündüz kimidir. Beləliklə, plansızlığın bizə nəyə başa gəldiyini aydın gördük. Bəs o zaman həll yolu olan bu strategiya sözünün arxasında əslində nə dayanır? Gəlin bu anlayışın içini açaq və onun əsl mahiyyətinə baxaq. Ən sadə dildə desək, rəqəmsal marketinq strategiyası sizin onlayn dünyadakı yol xəritənizdir. Bu, biznes məqsədlərinizə çatmaq üçün hansı onlayn kanallardan istifadə edəcəyinizi, hansı taktikaları tətbiq edəcəyinizi göstərən ətraflı bir plandır. Bir düşünün, heç kim hara getdiyini bilmədən maşını işə salıb yola çıxmır, düzdür bu? Bax, strategiyada sizin biznesinizi A nöqtəsindən B nöqtəsinə, yəni hədəflərinizə aparan dəqiq bir marşrutdur. Təsəvvür edin ki, güclü bir strategiya 4 vacib halqadan ibarət bir zəncirdir. Birinci halqa sizin məqsədlərinizdir, yəni nəyə nail olmaq istəyirsiniz. İkinci halqa sizin auditoriyanızdır, yəni kimə səslənirsiniz. Üçüncü halqa kanallarınızdır, yəni onlara harada çatacaqsınız. Və dördüncü son halqa isə ölçmədir, yəni bütün bunların işə yarayıb yaramadığını necə biləcəksiniz. Bu halqalardan biri zəif olsa, bütün zəncir qırılar. Yaxşı, nəzəriyyəni başa düşdük. Bəs praktikada bu strategiyanı necə qururuq? Bu işin təməli nədən ibarətdir? Gəlin indi bütün bu prosesi 3 sadə, lakin inanılmaz dərəcədə möhkəm sütun üzərində izah edək. İstənilən möhkəm strategiya, bax, bu 3 təməl mərhələdən keçməlidir. Birincisi, tədqiqat və analiz, yəni döyüş meydanına çıxmazdan əvvəl onu öyrənmək. İkincisi, məqsəd və hədəf kütləsi, yəni hara getdiyinizi və kiminlə getdiyinizi dəqiqləşdirmək. Və nəhayət, üçüncüsü, icra və ölçmə, yəni hərəkətə keçmək və yolu düzgün getdiyinizdən əmin olmaq. Bu 3 mərhələ, inanın ki, sizin bütün uğur hekayənizin təməl daşlarıdır. Deməli, ilk addımımız kəşfiyyatdır. Hərəkətə keçməzdən öncə ətrafı dərindən analiz etməlisiniz. Sizin fəaliyyət göstərdiyiniz bazarda vəziyyət necədir? Rəqibləriniz nə edir? Hansı mesajları verir? Harada güclüdülər? Harada zəifdilər? Bu məlumatları bilmədən öz fərqli yolunuzu tapmaq demək olar ki, mümkün deyil. İkinci və bəlkə də ən kritik sütun, məqsədlər. Baxın, daha çox müştəri istəyirəm demək bir arzudur. Amma növbəti 3 ay ərzində veb-sayt vasitəsilə gələn yeni müştəri sorğularını 20% artıracağam demək bir məqsəddir. Bu, spesifik, ölçülə bilən, əldə edilə bilən, real və zamana bağlı, yəni smart bir hədəfdir. Məhz belə konkret hədəflər sizin strategiyanıza real bir güc verir və onu sadəcə arzulardan fərqləndirir. Və gəldi 3-cü sütuna, ölçmə. Unutmayın, strategiya bir dəfə yazıb rəfə qoyacağınız bir sənəd deyil. O canlı bir orqanizmdir. Nəfəs alır, dəyişir, uyğunlaşır. Siz davamlı olaraq nəticələri izləməli, hansı addımların işlədiyini, hansıların isə effekt vermədiyini görməlisiniz. Və ən əsası, bu məlumatlar əsasında strategiyanızı təkmilləşdirməlisiniz. Unutmayın, data sizin hakiminiz deyil, dostunuzdur. O, sizə düzgün yolu göstərmək üçün var. Beləliklə, strategiyanın nə olduğunu, niyə vacib olduğunu və hansı təməl sütunlar üzərində qurulduğunu danışdıq. Yaxşı, bütün bu məlumatları aldıq. Bəs indi nə edirik? Gəlin öyrəndiklərimizi cəmləyək və sizin atacağınız ilk addımın nə ola biləcəyinə fokuslanaq.
Yekun olaraq gəlin bunları bir daha xatırlayaq. Strategiya sadəcə bir plan deyil. O sizin rəqəmsal dünyadakı kompasınızdır. O, sizə istiqamət verir. Uğurlu bir strategiya həmişə aydın, ölçülə bilən məqsədlərlə başlayır. Uğurun özü isə auditoriyanızı dərindən tanımaqdan və əldə etdiyiniz nəticələri davamlı olaraq ölçüb onlardan öyrənməkdən asılıdır. Bu elementlər olmadan ən kreativ ideyalar belə hədəfinə çata bilməz. Və sonda sizi bu vacib sualla baş-başa buraxıram. Bütün bunları dinlədikdən sonra sizin strategiyanız sabah haradan başlayacaq? Bəlkə rəqiblərinizi bir daha dərindən analiz etməkdən və ya bəlkə də o qeyri-müəyyən arzularınızı konkret, smart məqsədlərə çevirməkdən. Unutmayın, ilk addımı atmaq tamamilə sizin əlinizdədir.